93-cü ildən mənim yoldaşım Şəki şəhərində təcili yardım stansiyasında şofer işləyirdi. Qarabağda vuruşuddu. Qarabağda canı xəstəliyi olduğu üçün, şiş əmələ gəldiyi üçün 2012-nin dekabrın 23-də rəhmətə getdi. Nə torpaq sahəsi var, nə yardımı var, ya evi var, ya maşını var. Dəfələrlə Şəkidə bu xəstəxanada da kağızlarını düzəldib vermişəm ki, mənə da bir öy verin, ya maşın verin, ya torpaq sahəsi verin, heç kəs baxmayıbdı. Kimə müraciət edim? Əvvəla mən bir şey diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ müharibəsində iştirak edib və yaxud iştirak etmədən o statusu alan insanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə bağlı olan məsələ deyil. Bilirsiniz ki, yəni döyüş Müdafiə Nazirliyi, silahlı qüvvələrin müxtəlif qurumları tərəfindən həyata keçirilir. Yəni o statusun verilməsi həmin güc nazirliklərinin, yəni silahlı qüvvələrə daxil olan nazirliklərin müvafiq qurumunun qərarı ilə həyata keçirilir. Amma qaldı hal-hazırda Dağlıq Qarabağ müharibəsində iştirak edərək əldə olmuş şəxslərin məlumat bazası ilə əlaqədar mən sizə yeni bir məlumat verirəm. Bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin deməli internet səhifəsində, ana səhifədə, birinci səhifədə Qarabağ müharibəsi əlillərinin sosial təminatına dair fərdi məlumat bazasını yerləşdirmişik. Orada hal-hazırda 11.432 nəfər Qarabağ müharibəsi əlilinin bu günə qədər dövlət tərəfindən hansı sosial təminatlarla əhatə olunublar, o məlumatlar var. Orada onların əlillik dərəcəsi, verilmə tarixi, avtomobillə təminatı, mənzillə təminatı, sosial yardım almaq hüququ barədə məlumatlar öz əksini tapıb. Biz o məlumatları zaman-zaman təkmilləşdirmək məqsədi qarşıya qoymuşuq və bu Nazirliyin rəhbərliyi tərəfindən bizim qarşımıza qoyulan tapşırıqlardan biri olub. Bu məlumat bazasını yaratmaqla Dağlıq Qarabağ müharibəsində əldə olmuş hər hansı bir şəxsi müraciəti əsasında bizim veb sayta girməklə, həmin siyahıda həmin adamı tapmaqla onun qarşısında bütün məlumatlar öz əksini tapır və bununla da istənilən adam, istənilən Qarabağ müharibəsi əlilliyi barəsində hansı sosial təminatlarla təchiz olunub, o məlumatları əldə edə bilər.